Binəqədi rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə sosial şəbəkələrdə bir neçə bank olmayan kredit təşkilatının rəsmi səhifələrinin oxşarını yaradaraq saxta elanlar yerləşdirib, aşağı faizli kreditlər təklif edən 22 yaşlı Hacı Zeynal Hacıyev saxlanılıb. Bu üsulla onun çoxsaylı vətəndaşları aldadaraq küllü miqdarda pul vəsaitini taladığı məlum olub. Aparılan araşdırmalarla müəyyən edilib ki, zərər çəkənlər Hacı Zeynal Hacıyevin yaratdığı səhifələrdəki elanlara inanaraq şəxsi və bank kartı məlumatları, eləcə də müxtəlif məbləğlərdən maddi vəsaitləri qarşı tərəfə göndəriblər. Saxlanılan şəxs pulu ələ keçirdikdən sonra məsuliyyətdən yayınmaq üçün həmin hesabları bloklayıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir. Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, internet resurslarındakı onlayn qazanc, asan gəlir, sərfəli kredit və bu kimi adlar altında paylaşılan elanlara qarşı diqqətli olsunlar. Bunun üçün şübhəli şəxslərə, səhifələrə və linklərə daxil olaraq kart məlumatları göndərilməməli, belə hallarla rastlaşdıqda isə dərhal polisə məlumat verməlidir.